Bir nəfəri qüsurlu görsən, bir fiziki qüsuru var, gözündə qüsuru var, dilində qüsuru var, bədənində bir qüsur var. Diyanım buna çox diqqətlə baxma, təəccüblə baxma. Çünki sən belə eləsən, o sınar ruhən. Nəfər qüsurlu bir insan gördün, dinimiz deyir, diyanıb belə baxma, bu niyə belədir? Üzrü çevir keç. Çünki bu insan əgər iradəsiz insan olsa qarşı tərəf, onda başqa bir hal yaranacaq. Ya cəmiyyətdən təcrid olacaq, iradəsiz olsa, ya da ki, get-gedə Allaha nifrət eləyəcək. Niyə Allaha nifrət eləyəcək? Deyəcək, mən niyə belə yaratdın, hamı mənə belə baxır. Yəni, insanların acığın Allahdan çıxacaq. Bu günahda sən də şəriksən, əgər mən eləsəm, biz eləsək, hamımız şərikik. Hətta gedib bir həddə çata bilər ki, intihar da eləsin, canına qəsd eləsin, razılaşa bilmir həyatı ilə.